Mühərrikdə yağın işığın gec sönmə səbəblərindən biri də bu antidrenaj klapanıdır. Burada 3 dənə filtr var, vazın filtridir. Vazlarda belə bir problem çox olur. Bu klapana baxırıq normaldır. Buna baxırıq, bu da normaldır. Bu boşdur. Bu belə olduğu halda mühərriki söndürəndə içindəki yağı buraxacaq karterə. Və avtomobili işə salanda 4 saniyə, 5 saniyə bu filtrin içində yağ dolana kimi yağın işığı yanacaq. Yağın işığı yanma səbəbi də ki, bu klapandır, antidrenaj klapanı. Burada yəni 8 deşik, 6 deşik, 4 deşik olmağın elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ bu antidrenaj klapanı necə işləməyidir. Məsələn, brend markalarda baxırıq ki, çox vaxt 4 dənə gəlir, ən maksimal 6 dənə gəlir. Bəzən olur ki, yağı dəyişsən vazlarda yağın işığı yanlı qalır. Yağın işığı yanlı qalanda bu filtri bir balada boşaldırsan, yenidən sıxırsan, işıq sönür. Həmçinin burada təlimata baxırıq. Salniki yağlamaq lazımdır. Filtri aldırırsan, 4-də 3 dövrə sıxırsan. 4-də 3 dövrədə eləyir təxminən 270 dərəcə. Yəni 18-22 Nm arası eləyir. Belə.